MİQ biabırçılığı hələ də davam edir. Hər vaxtınız xeyir olsun. Məlum məsələdir ki, dünən 18 avqustda MİQ ümumi vakansiya seçiminin nəticələri şəxsi səhifələrə göndərildi. Uğur qazanan hər kəsi təbrik edirəm. Mən bugün uğur qazanmayanlardan danışacağam. Müəyyən ixtisaslar var ki, orada kifayət qədər yüksək ballı müəllimlər var idi, amma işlə təmin olunmadı. Nümunə olaraq ibtidai sinif müəllimliyini götürək ki, həmin ixtisas üzrə, məsələn, şəxsən öz tanıdığım şəxslər var ki, 91, 92, 88, 87, 85, 84 və s. bu tip ballarla işsiz qalıblar. Daimi olaraq məktəbdə işlə təmin olunmadılar. Niyə? Çünki vakansiya yoxdur. 10 minə yaxın ibtidai sinif müəllimliyi imtahana müəllimi uğur qazanıbdı, yəni bal toplayıbdı müəyyən və qədər. Onlardan heç olmasa bir 100-dən çoxu 90-dan çox bal toplayıbdı. Bir heç olmasa 300-dən çoxu 80-dən çox bal toplayıbdı. Amma cəmi 64 vakansiya var. 10 min müəllim üçün 64 vakansiya. Bu biabırçılıqdır. Hanı bu vakansiyalar? Bu qədər yüksək bal toplayan müəllim niyə kənarda qalmalıdır? Niyə 91-92 bal toplayan müəllim kənarda qalmalıdır? Daimi şəkildə məktəbdə işlə təmin olunmamalıdır. Deyə bilərsiniz ki, getsin rayonda işləsin. Yəni, ibtidai sinif müəllimliyi ixtisasının böyük bir kütləsi xanımlardır. Ailəlidirlər, ailəsini qoyub gedə bilməyən kifayət qədər şəxs var. Bu da absurd bir argumentdir ki, gedib rayonda işləsinlər. Rayonda işləyənlər zaten birinci turda H1, H2 turunda vakansiya seçimində iştirak edən şəxslərdir. Bəs burada yüksək bal toplayan müəllimləri nə edək? Müəllim aylarla, elələri var hətta illərlə vaxtını sərf eləyir. MİQ imtahanına hazırlaşır, yüksək bal toplayır. Amma nəticə yoxdur ortada. Niyə? Vakansiya yoxdur. Müəllim qaldı işsiz. Ümid edir ki, müddətli müqavilə ilə işə girər, bir il işləyər. Növbəti ildə imtahana girəcək nə qədər vakansiya olacaq, o da sual altındadır. Bu yazıq müəllim neynəsin?